Bayram Bayramov, Qara Küçük hekayə. Deməyin Kərəmli ağzına gələni danışır. Bəs nə, görə gəlmişəm. Çoxdan bəri ağrayaq olan alaqancıq yükünü yerə qoydu. Bir sarı, bir ala, bir boz, bir də qara. 4 küçük doğmuşdu. Alaqancıq nə qədər ki boğaz idi, yavaş-yavaş dolanırdı. Elə ki küçüklədi, elə bil alaqancıq oldu ki, day bir kəsi tanımadım. Sahibinə də mırmır mırıldadı. Balalarını qada-baladan mühafizə eləyirdi. Körpələrin gözləri açıldı. Alaqancıq böyrü üstə yıxılırdı, balalarının hərəsi bir məməsindən yapışıb əmirdi. Küçüklər ayaq açıb hindən çıxmağa başlayanda, alaqancıq yavaşıyıb hindən uzaqlaşanda, qonşular küçüklərə baxıb gözaltı eləyirdilər. Tərəkəmə iti nəslindən idilər. Bu nəsil itləri çox ayıq sayıq olardılar. Onlara qurt basan deyərdilər. Onlar ki vardı, həyətin həndəvərinə qurt-quş hərlənə bilməzdi. Həyətdə qoyun quzu vardısa, canavardan qorxusu yox idi. Toyuq cücə vardısa, tülkü çaqqal bu yanlara burnunu çevirə bilməzdi. Alaqancığın sahibi Qaraxan dedi, hər kəs hansı küçüyü istər aparsın, amma qara küçük özümündür. Qara küçüyün döşü enli idi, biləkləri canlı idi. Qara küçüyün ağzı, gözü də Qaraxanın xoşuna gəlirdi. Hər kəs küçük seçirdisə, balasını böyüdənə kimi alaqancığı və balalarını növbə ilə yemləyib doyurmalı idi. Qonşular bir-bir gəlib ala, sarı, boz küçüklərə sahib durdular. Lap küçüklükdən Qarabaşı, Qaraxan tox ərköyü saxlamağa başladı. Yəni ala küçüyün sahibi arpa unundan yal bişirtdirib, qancığa və küçüyə verirdisə, Qaraxan Qarabaşı qucağına alıb başını tumarlaya ona üzlü inək südü içirdirdi. Əgər sarı küçüyün sahibi öz növbəsində alaqancığa və sarı küçüyə nehrədən çıxmış ayran verirdisə, Qaraxan qara küçüyə camış sərməsinin qaymağını yedirdirdi. Qara küçüyün sinəsi enləndikcə Qaraxan onu sığallayır, əzləyir, o biri küçüklərin üstünə qısqırdırdı. Elə ki gördü bozlar Qarabaşa bir balaca güc gəlir. Onlar boğuşanda bozların qıçından tutub Qarabaşın altına yıxardı. O birlərini sahibləri gələnə qədər hər birini Qarabaşa boğdururdu. Qaraxan qara küçüyə yağlı erkək ətini döymə tükə kebabını yedirəndə, o biri küçüklərə yiyə duranlar başlarını bulayırdılar. İtin itiyem var ay Qaraxan. Siz həyatdan geri qalmışsınız. Belə deyirdi Qaraxan. Şəhərlərdə nazlı qəmzalı xanımlar itləri bərbəzək şeylərini yığdıqları çantalarında gəzdirirlər. Onları gündə neçə dəfə öpürlər. Öz ağız burunlarını yaladırlar. Onlar bəlkə ayrı cür etdilər, Qaraxan. Gör kimlər gəlib mənə ağıl öyrədir. Qaraxan qara küçüyü əzləyə-əzləyə süfrənin başına adladırdı. Kukla küçüklər almışdı. İri-iri qulaqlı itlər almışdı. Qara küçüyü onlarla boğuşdururdu. Vaxt ötdü və də gəldi, ala, boz, sarı küçüklərin sahibləri toplaşdılar. Nə qədər hörmət, yemək içmək görsə də, alaqancıq onlara diş qıcıdıb mırıldayırdı. Bəzən cumurdu da. Bənə cinsi belə idi. Əvvəlcə alabaşın sahibi öz küçüyünü aldı qoltuğuna. Bir əli ilə boynunun ardından tutub o birisi ilə əvvəlcə sağ qulağını burub kökündən qopartdı. Sonra da sol qulağını. O vardı ki, ala küçüyün qışqırığı naz inciltisinə çətin tab gətirmək olurdu. Sonra sarıbaşın sahibi gəldi. Alaqancığı sarı küçüyü yaxşı-yaxşı yemlədi. Hinin yanındakı tavaya su tökdü. Əvvəlcə ana, sonra küçüklər başlarını tavaya salıb dilləri ilə laqqalaq su içdilər. Yox, Qarabaşın sahibi Qaraxan küçüyünü ayrıca bəsləyirdi. Su əvəzinə Qarabaşı kompot içirdirdi. Şüşə dolusu sıyığı Qarabaş əmziklə əmirdi və ortası dolub yoğunlayanda görürdün ağzını əmzikdən üzürdü. Bəli, sarıbaşın sahibi də sarı küçüyü yemləyəndən sonra tutub qulaqlarını burdu, kökündən çıxartdı. O da qışqırdı, zingildədi, asta-asta ağrısı azaldı. Sonra bozların da sahibi gəldi, o qayda ilə yemlədi, yedirtdi və onun da qulaqlarını burub çıxartdı. Anasının yanına buraxdı. Qaraxan gəldi, anasının yanında küncə qısılmış, qulaqsız küçüklərə baxıb hirsləndi. Bu nə eşdir heyvanlar, niyə bu şişə salıblar? Mənim Qarabaşıma heç kəs əl apara bilməz. Alabaşın, bozların, sarıbaşın sahiblərinin hər birini bax beləcə hədələdi. Dedilər, küçük qulağını burandan qorxar, Qaraxan qardaş. İtin it yeri var, Qaraxan yoldaş.
Qaraxan and qəsəm elədi ki, onun qarabaşını dəyib dolaşan olsa, aləmi bir-birinə qatar. Bənə küçüklərin yarasını anaları yalaya-yalaya sağaltdı. Sınıxmışdılarsa da, tezcə özlərini düzəldib köçəlmişdilər. Öz küçük səsləri ilə hürürdülər, gəzişib oynaşırdılar. Alaqancıq qurutdu. Qulaqları burulmuş küçüklər sahiblərini görəndə qaçıb analarına qısıldılar. Bənə alabaşı, bozları, sarıbaşı sahibləri ayırıb apardılar. Tət deyirdilər, dinməzcə çəkilib gedirdilər, yerlərinə tut deyirdilər, qısqırdıqları tərəfə cumurdular. Yavaş-yavaş hürməliyə hürürdülər, tanımalını tanıyırdılar. Bir müddət ötdü, küçüklər ənikləşdilər. Həndəvərə tülkü çaqqal hərlənə bilmədi. Elə ki, qonşuya atamala cumdular, sahibləri tət deyib hədələdilər. Dinməz, söyləməz çəkilib getdilər yerlərinə. Qulaq buranı zəhmi öz işini görürdü. Bənə qısqırdanda da öz işlərini bilirdilər. Qaraxanı qarabaşına, çaqqal canavarla qoyun quzunun təfəvvütü olmadı. Qaraxan onu hamının üstünə qısqırdırdı. Qarabaş tut! Qarabaş oğlağın qarnını dağıdırdı. Qaraxan gülə-gülə, sevinə-sevinə oğlağın ürəyini, böyrəklərini çıxardıb yedirdirdi Qarabaşa. Qəssabdan ət alıb gətirəndə yağlı yumşaq yerini güllü boşqabda verirdi Qarabaşa. Bir gün qonşunun arvadı gəldi. Qaraxan qardaş, bəs deməzsən, sənin Qarabaşın bizim 2 yumurtla fərəmizi boğub. Paho, nə böyük iş olub. Deyirəm, haqqını deyərlər. Dayağızını niyə dağıdırsan? Qaraxanın vəzifəsi vardı ki, hökmü daşdan keçirdi. O biri qonşu bağırsaqları çıxmış quzunu qucağında gətirirdi. Bunu biz 100 zəhmətlə saxlayıb. Gör Qarabaş nə hala salıb, ay Qaraxan yoldaş. Qaraxan can verən quzunun gözlərinə, dişlərinə baxdı. Anası mələr qalıb, dedi qonşu. Apar dərin bir xəndəkdə bastır, azarı var. Ətini Qarabaş yeyər, qarnı zadı ağrıyar. Qaraxan Qarabaşı çağırdı, tutub qucağına aldı. Başını sığalladı. 100 dəfə sənə demişəm, özgənin xəstə heyvanı ilə işin olmasın. Sağ-salamat heyvanın üstünə hələ bir ad da qoyursuz. Ay Qaraxan qardaş, dedi qonşu və kör peşman qayıdıb girdi evinə. Qaraxana bundan artıq nə demək olardı? Bənə, Qarabaş qonum qonşunun həyat bacasına dadandı. Əlinə keçəni tutdu, qapdı, boğdu, yedi. Belə şey olmaz, qonşu qonşuya gileyləndi. Qaraxanın kefi gəldi. Bu tərəflərdə bir kəs Qarabaşın qabağına çöp sala bilməz. Qarabaş ətin sütülünü, qanlısını, südün üzlüsünü, toyuq cüzənin kökünü yeyə, bənə cızığından çıxdı. Qonşuların atına, malına da soxuldu. Ağzı yetən yerini yaraladı. Onun qorxusundan hər kəs öz itini tutub bağlamışdı. Qarabaşa qoruq qaytaq yox idi. Həyətlərə girirdi, bağlı itləri boğurdu. Bir belə, 5 belə Qarabaş qudurdu 2 qonşunun itini, birinin də südəmər buzovunu daladı. Kim idi Qaraxana söz deyən? Deyərdin günahkar sənin heyvanın itin olardı. Bir də Qaraxan döyük düşdü ki, Qarabaş ev eşiyə qayıtmır. Qaraxan hər səmtə səs salıb hədə-hərbə ilə Qarabaşı axtarırdı. Qonşulardan birinin həyətinə girəndə, onun Toplan adlı qancığı Qaraxanın üstünə atıldı. Sahibi yetirinə qədər qancıq Qaraxanın sol budunu parçaladı. Bənə haray-haraya çatısıydı. Qarabaşın boğuşub dalayıb quduzluq yoluxdurduğu qancıq atlanıb Qaraxanın alt dodağını da yerindən qopartdı. Neçə gün idi Qaraxanın qarnına, quduzluğa qarşı iynə vururdular. Yaralarına çarə eləyirdilər. Həkimlərdən biri deyirdi, sağalar. O biri pıçıldayırdı, çətin işdir. Quduranı 40 gün gözləyərlər. Qonum qonşu dedi, gözləyək görək axır hara çıxır. Amma bu var ki, alt dodağını yamaq da tutmurdu. Şayət sağalsa da alt dişləri ağara qalasıydı. Bənə Kərəmli babanın sözü ora gəlir ki, gərək hər kəs desin, küçüyüm çi yemə, qarnın ağrıyar.